Bu gün şəhərdə kifayət qədər maşınla gəzdim. Nəzər diqqətimi bir hal cəlb etdi. Qarşımdakı maşınlara diqqət yetirmişəm. Biri maşının arxasında mən Talışam, biri Qarabağ qazisi, biri Bakines, biri Naxçıvanlıyam ehtiyatlı ol, biri Yeraz və s. yazdırıb düşüblər şəhərin canına. Biz niyə böyüyə bilmirik? Tarix boyu xanlıqlara parçalanmışıq. Bizi Türkmənçay və Gülüstanla iki Azərbaycan ediblər. Bizdən Zəngəzuru qoparıb ermənilərə dövlət yaradıblar. Borçalımızı alıb Gürcüstan ediblər. Dərbəndimizi Rusa, Təbrizimizi İrana veriblər. Biz niyə böyük Azərbaycan və böyük Turan yarada bilmirik? Sizcə? Bütün bunlarda siyasilər mi günahkar, hökmdarlar mı günahkardır? Məncə yox, mən günahkaram. Sən günahkarsan və biz günahkarıq. Çünki biz bölücülük tərəfdarıyıq. Toylarda Bakılı Balasyan havasına barı Naxçıvanlığımız tutur. Sonra Yerazlığımız tutur, İrəvanda xalq almadı. Sonra Ağrın alım Şamaxılığımız tutur, Yükü Xurmalı Gəncəliyə çevrilir. Mən Talışama qədər gedib çıxırıq. Bu da əslində bizim mənəviyyatımıza təsirini göstərir. Biz Azərbaycanlıyıq desək də bölünürük. Bəli, əslində vətən doğulduğun yurtdan başlayır. Bu yurt sevgisi mütləq olmalıdır. Amma yurt da vətənin bir parçası olduğunu biz niyə unudaq ki? Yurdu reklam mənbəyinə çevirib kimisə kimdənsə üstün tutmaq olmaz axı. Toy məclislərində içkidən xumarlanıb indiki cavanların təbirincə desə, kiminsə qabağında yeməmək prizmasından onun zakazını kəsib yerlibaz bir hava ilə hərəkət etmək olmaz axı.